İranın ali dini lideri Əli Xameneinin aradan götürülməsi Tehrana qarşı əməliyyatın məqsədlərindən biridir deyərək İsrailin Müdafiə naziri İsrail Katz bu açıqlama ilə çıxış eləyib və diqqətinizə çatdırım ki, ümumiyyətlə Netanyahu onların hədəfləri arasında Xameneinin də aradan götürülməsi məsələsinin və hədəfinin olduğunu bildirmişdi. İndi İsrailin naziri, daha dəqiq desəm Müdafiə naziri İsrail Katz da həmin bu istəklərini bir daha dilə gətirdi ki, hədəflərindən biri də Xameneinin öldürülməsidir. Ötən günü isə Birləşmiş Ştatlar bununla bağlı bir deməli açıqlama da verdilər ki, Xameneinin yerini bilirik. Hələ o hədəfi vurmuruqsa, demək ki, hələ tam zaman yetişməyib. Təqribi belə bir açıqlamayla çıxış etdilər. İndi bütün bu müharibə, atışma, mübarizə fonunda nələr baş verəcək? Həqiqətən də Xameneini aradan götürə biləcəkmi İsrail silahlıları, yoxsa ki tam əksinə olaraq İsrail silahlıları Netanyahunu, İran silahlıları daha doğrusu və yaxud da İran raketləri, PUA-ları Netanyahunu mu aradan götürəcək? Yeri gəlmişkən diqqətinizə çatdırım ki, elə bir zamanlar nazir və baş nazir işləmiş insanların da, yəni keçmişdə İsraildən gedir söhbət, onların da deməli evlərinə, ailələrinə hücumlar olur, hansı ki keçmiş baş nazirin evinin İranın hücumu nəticəsində necə yandığı ilə bağlı görüntülər də təqdim edilib. İndi biz o görüntüləri də sizə təqdim eləyəcəyik dəyərli izləyicilərimiz və təbii ki onun haqqında da məlumatlar verəcəm. İran raketi İsrailin sabiq nazirinin evinə zərər verib və Savyon şəhərində keçmiş səhiyyə naziri Dani Yavehin evi zədələnib, ailə üzvləri qoruyucu otaqda olub və xəsarət alan olmayıb deyə bildirilir. Onun bir videosu da var. Bəli, həmin bu evdən gedir söhbət. Gördüyünüz kimi evin hər yerindən yanğını çıxır, amma qorunduğuna görə ailə üzvləri onların heç birinə ziyan dəyməyib. Ev vurulandan sonra orada yaşayan insanlar tərəfindən bu kadrlar lentə alınıb. Onun ardından daha bir çox görüntülər var, sizə təqdim eləyəcəm, hansı ki İsrailin İrana hücumları, İranın İsrail olan hücumlarını özündə əks etdirən görüntülər. İsrail İranın Arak şəhərində yerləşən və plutonium istehsalı üçün istifadə olunan nüvə reaktoruna gecə saatlarında zərbələr endirdiyini təsdiq edib və bu təsdiqi həm də təqdim etdiyi kadrlarla edib. Bununla bağlı İsrail mediası görüntüləri də paylaşıb və məhv etmə, endirilən zərbənin görüntüləri bundan ibarətdir. Misir mətbuatı bu arada xəbər verir ki, İngiltərənin Queen Elizabeth təyyarə daşıyan gəmisi F-35 döyüş təyyarələri ilə birlikdə Süveyş kanalına keçərək İrana istiqamət alıblar. Hal-hazırda siz də həmin kadrları izləyirsiniz dəyərli izləyicilərimiz. Gəmilərdə döyüş təyyarələri və F-35 qırıcıları yerləşdirilmiş təyyarə daşıyan gəmilər üzü İrana istiqamət alıb. İran mediası səhər proqramımızda da xəbər verdik. İsraildə bir xəstəxanaya hücum etdiyi ilə bağlı məlumatı verdik və eyni zamanda orada yaralıların olduğu ilə bağlı xəbərdə diqqətinizə çatdırdıq. Məsələ burasındadır ki, İran mediası onun ardından maraqlı bir açıqlamayla çıxış etdi, bildirdi ki, hücum edilən xəstəxananın altında hərbi baza var idi. Məhz buna görə ora hücum etmişik. Bu bir anlıq bilirsiniz nəyi xatırlatdı? İsrail Həmasa hücum eləyəndə, Qəzzada xəstəxanalara filanlara hücum eləyəndə o görüntüləri paylaşırdı. Altındakı bazanı reallığı ilə göstərirdi. Bu bir cizgi filmi deyil idi. Bu real idi ki, xəstəxanaların altında tunellər var idi, hərbi bazalar var idi, filan var idi. Ona görə xəstəxanalar, hətta məktəblərin altında belə Həmas bu mövqelərini qurmuşdu. Hərbi texnika, silah-sursat və s. İsrailə də sual veriləndə ki, nə üçün vurursan, İsrail o videoları paylaşırdı ki, məktəbin altında hərbi baza var. Hərbi bazanı məhv etmək üçün məktəbi vurmaq zorundayıq. İndi eyni görüntüləri də İran İslam Respublikası paylaşır. Amma həqiqətən də mi orada
O xəstəxananın altında baza var. Gerçəkdən də mi İsrail oranı baza eləyib? Hə, bu artıq sual altındadır. Çünki İsraildən bununla bağlı hər hansısa bir açıqlama yoxdur və onlar təsdiq etmədilər ki, orada baza var. Və əksinə Netanyahu söylədi ki, İran xəstəxananı vurduğuna görə, insanların şəfa tapdığı bir yeri vurduğuna görə çox sərt şəkildə cavab verəcəyik. Biz İrana, İsrailin baş naziri Benyamin Netanyahu İranın İsraildə xəstəxanaya hücumlarda kəskin şəkildə pisləyib. Bu barədə o özünün X hesabında paylaşım eləyib. Bu səhər İranın terrorçu tiranları Beer-Şefa şəhərindəki Soroka xəstəxanasına və İsrailin mərkəzində mülki əhaliyə raket zərbələri endiriblər. Biz Tehrandakı tiranlardan tam bədəl tələb eləyəcəyik deyə Netanyahu vurğulayıb. Yeri gəlmişkən bilirsiniz ki, ötən günlərdə 2 gün bundan öncə İran tərəfi Mossadın yerləşdiyi binanı da vurdu. Hansı ki, onun kəşfiyyatçılarını aradan götürmək məqsədi ilə bu addımı atdı və onun ardından da İsrail belə bir açıqlama ilə çıxış etdi. Hətta bunu bir rəsmi şəkildə dedilər ki, bu binada heç bir kəşfiyyatçı yoxdur. Çünki bizim kəşfiyyatçılarımızın hamısı İrandadır. Mossadın binası boş binadır. Əslində bunu deyəndə niyə belə deyək ki, bir qədər təbəssümlü də gəlir mənə. Yəni həqiqətən də İran bəzən vurur hədəfləri, amma ki boş hədəfləri vurur. Və bizim kəşfiyyatçılar İrandadır deyəndə İsrailin sözündə çox böyük həqiqət var idi. Niyə? Çünki bir ildən çoxdur ki, İranda tam da Xameneinin, elə İranın kəşfiyyat sisteminin, Sepahın generallarının qulağının dibində bir ildir bu hücum düzənlənir və bir ildir Mossad kəşfiyyatçıları oradadır. İndi bomboş binanı İran vurur ki, biz kəşfiyyatçıları aradan götürürük, amma heç bir rəsmi açıqlama olmadı bununla bağlı ki, orada kəşfiyyatçılardan hər hansısa bir general mı, polkovnik mi, nə bilim zabit mi və yaxud da ki, adi bir kəşfiyyatçı mı aradan götürüldü, götürülmədi. Yox, əvəzində İsrail belə bir açıqlama verdi ki, bomboş binanı vurduk. Çünki bizim kəşfiyyatçıların hamısı İrandadır. Və davam edirik ki, elə kəşfiyyatçılarımızın hamısı İrandadır demişkən sizə bir videoda təqdim eləyəcəyik dəyərli izləyicilərimiz. Hansı ki, İranın Milli Qvardiya qüvvələri, hansı ki, Bəsicdən gedir söhbət, xarici kəşfiyyat xidmətinə məxsus aşkar edilmiş bazanın görüntülərini yayıblar. Bildirilir ki, həmin ərazidə 400-dən çox Əfqan vətəndaşı tapılıb və yeraltı tunellər mövcuddur. Bu obyekt Sepah Başkomandanlığı yaxınlığında yerləşən bir emalatxananın adı altında fəaliyyət göstərib və iddiaya görə Mossad agentləri və ya muzlu şəxslər tərəfindən İran daxilində əməliyyat aparmaq üçün istifadə olunan dronların yığılması üçün məhz burada onlar hərəkətə keçiblər. Yəni bu gördüyünüz kimi tuneldən istifadə eləyiblər. Demək ki, İsrailin məlum hücumu ayın 13-də, 13 iyunda həyata keçirdiyi məlum hücumu olmasaydı, demək ki, elə bu proses davam eləyəcəkdi və İranda heç kim bundan xəbər tutmayacaqdı. Bütün hallarda baş qərargah rəisi bugün öz yatağında vurulursa, yəni onun yatağına qədər pua salına bilirsə və yaxud da ki, Xameneinin müşaviri də öz yataq otağında vurulursa, demək ki, bəli, bu ölkənin təhlükəsizlik sistemi üçün çox böyük təhlükə var. Çünki baş qərargah rəisinin yataq otağında məhv edilməsi adi sıradan bir hadisə deyil. Bu isə o dediyimiz 400 nəfərdir ki, İran artıq onların yerini müəyyən edib. Amma ki, yəni belə baxırsan, bunlar valla uşaqdılar, bunların nəyi kəşfiyyatçıdırlar və yaxud da ki, kəşfiyyatçılar üçün nə bilim, valla bunlar nə məlumat gətirəsidirlər ki, valla üzlərindən də elə görünmürlər. Bir də bilsiz nəyə oxşuyur? O bizdə Adəm var idi. Bilməm, bir ara TikTok sosial şəbəkəsində çox məşhur idi atası ilə birlikdə. Ondan sonra deyəsən atası tək canlı yayımlar açdı. Adəm artıq yayımlara girmədi və onun şəklini İran İslam Respublikasının kütləvi informasiya vasitələrində qoyurlar. Onun bir ağlayan şəkli var. Bilməm, atasının dalınca ağlayırmış, kimin dalınca ağlayırmış. O şəkli qoyub üzərində
qeyd eləyirlər ki, Fələstində olan uşaq. Valla Adəm heç Fələstinin yolunu tanımır və yaxud da ki, Qəzzada olan uşaq. Adəmə soruşsan Qəzza, o deyəcək ki, ora haradır? Yəni bir həm təhsildən o qədər yayınan birisidir, oxumayan birisidir, belə ciddi tarixlə filanla məşğul olmayan birisidir. Yəni bugün onun fotosunu qoyub üzərinə Qəzzada bir uşaq, Adəm də oturub bir avtomobilin qarşısında, bilmirəm, valla atasının dalınca. O fotonu bir dəfə biz əslində rejissorumla təqdim etmişik. O fotonu versən çox yaxşı olar rejissorum. Adəm ağlayır filan, bilmirəm, bəlkə belə axtarışı versək gələr o foto. Yəni o fotonu bugünün özündə də paylaşırlar. Bugün də paylaşıb. Artıq üzərinə deyirlər ki, İsraildə anası, atası ölən bir uşaq kimi paylaşırlar Adəmin. Adəmin xəbəri yoxdur. Adəm dünya aləmlə məşhurdur. Adam evində oturub lobiyasını yeyir, çörəyini yeyir, nə bilim, bir qarında nə tapırsa onu yeyir. Bunu gah İsrailə bağladılar, gah bunu Qəzzaya bağladılar. Valla Adəm bizimkidir. Atam, Adəm bizimkidir. Bizimkilərə toxunmayın, madam xəbər verirsiniz. Bəlkə də indi bir dezinformasiya xarakterli eləyirsiniz, amma da yalanın bu qədəri olmaz da. Gerçəkdən yalanın bu qədəri olmaz. Adam oturub rayonda evində qoyununun quzusunu qatıb qabağına, nə bilim, ördəyinə, cücəsinə, bu görüntünü götürə bilərik artıq. Ördəyinə, cücəsinə, yəni dən səpir, dən atır. Bilmirəm ki, nəysə, özü üçün gözəl-gözəl TikTok çəkir sosial şəbəkələrdə. Bunlar gah Qəzzada olan qurbanı elədilər Adəmi, gah nə bilim İsraildə dədəsi, anası ölən elədilər Adəmi. Adəmə toxunmayın. Burada sevənlər də var, Adəmə toxunmayın. Bəli, müharibə gedən sırada belə bir şeylər olur. Yəni dezinformasiya olur, amma dediyim kimi də daha bu qədərində yox. İndi həmin o saxlanılan 400 nəfər üzərində niyə mən onu dedim? Çünki onların da üzünə baxanda heç hiss olunmur ki, yəni onlar nə məlumat verəcək ki, kəşfiyyata, nə edəcək valla. Bir siqaretə işləyən adamlardılar da nəticə etibarilə, yəni görüntü olaraq görünür. Nəsə ki, belə məlumatlar da var.